Salam değerli izləyicilər. Bu videoda bölünmə əlamətlərini izah edəcəm. Bu mövzuya aid 2 video paylaşacağım. Bu videoda izah verəcəm, digər videoda isə qısa konkret olaraq yazacağım. Vaxt itirmədən mövzumuza keçək. İlk olaraq birə bölünmədən başlayaq. Bütün ədədlər birə bölünür. Birə bölündükdə ədədin özü alınır. Məsələn, 144-ü birə böldükdə qismət ədədin özü, yəni 144 olur. 315 birə böldükdə ədədin özü olur, qismət 315 olur. Daha sonra 2-yə bölünmə əlamətinə keçək. Bütün cüt ədədlər 2-yə bölünür. Yəni sonu 0, 2, 4, 6, 8 ilə bitən bütün ədədlər 2-yə bölünür. 3-ə bölünmə əlaməti isə rəqəmlər cəmi 3-ə bölünən ədəd 3-ə bölünür. Yəni ədəd neçə rəqəmli olur olsun, bölüyündən asılı olmayaraq rəqəmlərini toplayırıq və həmin ədəd 3-ə bölünürsə, deməli bu ədəd də 3-ə bölünür. Məsələn, 41355 5 rəqəmli ədəddir. Rəqəmlərini toplayaq. 4 üstə 1 üstə 3 üstə 5 üstə 5. Cavab 18 edir. 18 3-ə bölünür, 6 edir. Deməli 41355 ədədi 3-ə qalıqsız bölünür. 4-ə bölünmə əlamətinə keçirik. Ədədin son 2 rəqəminin əmələ gətirdiyi ədəd 4-ə tam bölünürsə və ya 2 sıfırla bitirsə, deməli bu ədəd 4-ə qalıqsız bölünür. 2 sıfırla bitən dedikdə, yəni fərqi yoxdur. 300, 500, 700, 1500 heç bir fərqi yoxdur rəqəm sayının. 7 rəqəmi də ola bilər, 3 rəqəmi də ola bilər, 5 rəqəmli ədəd də ola bilər. Məsələn, 724, son 2 rəqəmi 24-dür. 24 4-ə tam bölünür, 6 edir. Buna görə də 724 4-ə qalıqsız bölünür. 5-ə bölünmə əlaməti ilə davam edirik. Sonu 0 və ya 5 ilə bitən bütün ədədlər 5-ə bölünür. Məsələn, 13545 sonu 5 ilə bitir. 2470 sonu 0 ilə bitir. 940 sonu 0 ilə bitir. Bu ədədlər 5-ə qalıqsız bölünür. Yəni, böyük ədəd olsa da, bu ədədin 5-ə tam bölünüb bölünmədiyini bilmək üçün heç bir hesablamaya ehtiyac yoxdur. 6-ya bölünmə əlaməti isə eyni zamanda 2-yə və 3-ə bölünən bütün ədədlər 6-ya qalıqsız bölünür. Əgər ədədiniz çox rəqəmli ədəddirsə, 6-ya bölünüb bölünmədiyini bilmirsinizsə və bunu tapmaqda çətinlik çəkirsinizsə, birinci son rəqəminə baxın. Baxın ki, cütdür ədəd yoxsa təkdir. Sonu 0, 2, 4, 6, 8 ilə bitən bütün ədədlər cüt ədəddir. Deməli 2-yə bölünür. Sonra rəqəmlərini toplayın. 3-ə bölünürsə bu ədəd həm 2-yə, həm 3-ə bölünmüş olur və 6-ya qalıqsız bölünmüş olur. 9-a bölünmə əlaməti 3-ə bölünmə əlaməti kimidir. Rəqəmləri cəmi 9-a bölünən bütün ədədlər 9-a qalıqsız bölünür. Və 10-a bölünmə əlaməti. Sonu 0 ilə bitən bütün ədədlər 10-a bölünür. Bu bölünmə əlamətləri içində ən asan qaydadır. Xüsusi bir hesablamaya ehtiyacı yoxdur. Sadəcə sonunda 0 olması lazımdır. Bölünmə əlamətləri bu qədər. Ümid edirəm ki, faydalı oldu.